Salam Qədirzadə, yaz oğlum, hərif olma. Qabusnamə sayağı. Ey gözümün nuru oğlum, bil və agah ol ki, bu günlərdə Fars yazıcı və filosofu, Ziyarilər xanedanının son hökmdarı Ünsürül Meali Keykavus ibn İskəndər ibn Qabus ibn Bəşimcir ibn Ziyar tərəfindən 475-ci Hicri qəməri ildə oğlu Gilanşaha yazılmış Qabusnamə kitabındakı vəsiyyətləri mütaliə etdikdən sonra bu qərara gəldim ki, mən də sənin üçün bir nəsihətnamə quraşdırım. Böyüyəndə oxuyasan. Ancaq mən daha burada durub Qabusnamədə olduğu kimi sənə hamama getmək, at çapmaq, eşqbazlıq eləmək və sair məsələlərdən dərs verməyəcəyəm. Çünki hamamdır, mənzilimizdə var. Yay-qış haçan xətrin istədi, gir doyunca çim özün üçün. At çapmaqdır, qapıda avtomobilimiz. Min sağa sola sür özün üçün eşqbazlığa gəldikdə isə nə çox şəhərimizdə gözəl göçək qızlar, hansına meylin düşdü, sevişin özünüz üçün. Mənim nəsiyyətim sənə əsasən ondan ibarətdir ki, həddi buluğa çatanda bütün qabiliyyət və istedadını səfərbərliyə alıb yazı pozu ilə məşğul olasan. Ona görə ki, indi atasının əlində qələm görən oğlun da zor bəla yazıçılığa girişməsi bir növ dəb şəkli alıbdır. Düzdür, sən bu saat dünyadan xəbərsiz ətcə bala bir çağasan. Ağlın heç nə kəsmir. Beşikdə uzanıb, əmzikdən süd əmirsən. Nənən də mətbəxdə sənə firini bişirir. Ancaq bunun mətləbə dəxli yoxdur. Əksinə gələcəkdə öz həyat xatirələrini yazsan, birinci fəsli elə buradan başlarsan. Dediyim odur ki, sağlıq olsa ayağın yer, dilin söz, əlin qələm tutan kimi tay tuşlarına geri qalma. Şübhəsiz ki, yaradıcılığa başlamazdan əvvəl sən də onlar kimi özünə qulaqları cincildədən, xoruz səsi eşitməmiş əntiqə bir təxəllüs fikirləşib tap. Elə təxəllüs ki, yazdıqlarının içində ondan qiymətli söz olmasın. Qaranlıq yazı pozunun baş tərəfindən qoyulanda dəst xəttinə yuxarıdan aşağı fənər kimi işıq salsın. Arada öz adın, atan ismi, familin bir sözlə əsl nəcabətin itib batsa da qəmin kəm fikir eləmə, təki təxəllüsün xoşa gələn olsun. Ey oğul, bil və agah ol ki, əlinə qələm götürdünmü birinci növbədə papağını yaxud kepkanı çıxarıb qoy qabağına, fikirləş gör nədən yazacaqsan. Elə ki, mövzunu tapdın, güc ver qələmə. Daha onun dilinə, sənətkarlığına filana çox bənd olma. Əhvalatı quraşdırmaqda zadda da çox özünü həlak eləmə. Elə hazır şeylər var ki, onların dönə-dönə astarını üzə, üzünü astara çevirib 100 dəfə yazıblar. Sən də yazarsan, onlar 101-ci. Məsələn, əsərində mənfi surət desin ki, buradan neft çıxmayacaq, müsbət surət desin, xeyr çıxacaq. Çox götür qoydan sonra qazma başlansın, heç nə çıxmasın. Müsbətin həyəcan keçirsin, mənfin lovğalansın. Axırda isə gözlənilmədən neft fışqırsın, mənfin pərt olsun, müsbətin gülümsəsin və salam əsərin tamam. Və yaxud, kənd mövzusunda yazsan qəhrəmanın, unutma ki, bu adam enli kürək, uca boy, yaraşıqlı olmalıdır. Kolxozda bir qızı sevsin, özü də desin ki, bu torpaqda filan şey əkməliyik. Həmin qızda gözü olan onun rəqibi isə bu kifir olmalıdır. Ona inanmasın. İclasda toqquşsunlar, intriqa qızışsın. Axırda filan şey əkilsin və xətrin istəyən kimi də əmələ gəlsin. Qəhrəmanınla sevgilisinin toy məclisi qurulsun, nağara vurulsun. Rəqib isə utana-utana gəlib onlardan üzr istəsin və əhvalat qurtarsın. Ey oğul, bil və agah ol ki, nəsr aləminə şığısan, məbadə xam tərpənib, qələmə hekayə, novella zad alasan. Arif o 100 eləsini yazsan, lap əsərin yaxşı da çıxsa adın çıxmayacaq. Qaz vur, qazan da olsun bala, giriş romana. Pulu pul, tərifi tərif, hörmət hörmət. Burada çətinlik ancaq orasındadır ki, kiçik bir şeyi üfürüb böyüdə biləsən. Bunun üçün də əsərində suya qənaət eləmə. Bu başdan qazana nə qədər çox su töksən, o başdan o qədər çox qanarar götürərsən. İşdir, Allah göstərməsin, bazarın kasad əlin aşağı olsa, əlacsızlıqdan qəzetlərə o çerk yazsan və sənə desələr ki, çox qurudur, apar bunun gözünə biraz bədilik qat. Onda bilirsən nə eləməlisən bala? O çerk ciyəzinin bir bismillahına, bir də əlhəmdullahına bir qədər təbiət təsviri dürtməlisən. Əvvəlinə təxminən bu şəkildə maşınımız ilan kimi qıvrılan asfalt yolla irəli şütüdükcə uçsuz bucaqsız bərəkətli taxıl zəmiləri dəniz təkin dalğalanırdı.
Axırda isə maşınımız ilan kimi qıvrılan asfalt yolla geri şütüdükcə günəş başı qarlı dağların arxasına çəkilir, uçsuz bucaqsız bərəkətli taxıl zəmiləri dəniz təkin dalğalanır, ürəyimiz iftixar hissi ilə döyünürdü. Əgər sənə irad tutsalar ki, bu parçalar bir-birinə çox oxşayır, onda özünü itirmə. Decinə gəldiyimiz yolla qaydırdıq. Ey oğul, bil və agah ol ki, şairlik eləmək xülyasına düşsən, özünü artıq zəhmətə salıb, nahaq yerə vəzin, qafiyə dalınca getmə. İndi misraların birini gödək, digərini uzun, alt-altdan. Çəpəki düzmək dəbdir, yəni hər kəlməni və ya 2-3 sözdən birini təzə xətdən yazmaq. Məsələn, demək istəyirsən ki, damdan yıxıldım, ətəyim sındı. Onda həmin misranı parçalayıb kağıza bu cür səpələ. Damdan yıxıldım, ətəyim sındım. Elə bilirəm səbəbini özün anlarsan. İşdir, dodaq büzüb desələr, bu nə hoqqabazlıqdır, heç bir şey başa düşülmür. O vaxt özünü sındırma, cavab ver ki, bu novatorluqdur. Fikrim tezliklə başa düşülmürsə, demək oxucunun mədəniyyəti hələ mən səviyyəyə çatmayıbdır. Ey oğul, bil və agah ol ki, satira və yumora meyl göstərməkdən çox da feyziyab olmazsan. Çünki hələ indiyəcən lap yerində və haqlı tənqid olunanlardan bir kişi də gəlib deməyib ki, ey filan kəs, çox sağ ol, mənim eybimi düzgün yazmısan, bundan özüm üçün nəticə çıxarmalıyam. Əksinə, bir ağzı əyrini qələmi alsan, bütün ağzı əyrilər səndən giley güzar edib inciyəcəklər. Başqalarını güldürmək istəyəcəksən, ancaq bu təşəbbüsünün yumoru da, satirası da orasında olacaq ki, axırda özünü cəmaata güldürəcəksən. Qərəz bu barədə belə bir beyt deyiblər, ağrımaz başına dəsmal bağlama, özgə gülsün deyə özün ağlama. Ey oğul, bil və agah ol ki, bütün bunlardan sonra hər hansı bir əsərin yazı stolunun üstündəki ağ vərəqlərdə qaralan kimi sən də onu mürəkkəbi, qurumamış aparıb nəşriyyata yaxud redaksiyaya təqdim etdin, nə eləməlisən? Əvvəl başdan oranın redaktorundan mümkün qədər çox pul borc eləməlisən. Və ondan sonra da tez-tez gözünə görünüb, üzünə hırıldayıb haqqını qaytarmağı yubatmalısan. O zaman həmin redaktor sən deyəndirsə məcbur olacaq cızma qaranı tezliklə çap etsin və sənə əməlli qanarar yazsın ki, sən də borcunu geri qaytarasan. Əsərin çıxandan sonra axtarıb çənədən boş, kababına xoş bir məddah tap. Onu restorana çək, əməlli başlı yedirdi biçirt və keyfinin sağında eyhan vur ki, təzə yazın haqda mətbuatda fikrini söyləsin. Bu alverə girişməkdə heç də ehtiyat eləmə. Çünki bir qarın kababa gedən bir çinadan yalanca da gedər. İşdir, həmin şəxs əsərini oxuyandan sonra naxələf çıxıb desə ki, sənin barəndə tərif yazsam, çap etdirə bilməyəcəm, zəhmətim hədər gedəcək, ancaq tənqid eləmək gözüm üstə, onda arif ol və ehtiyatlı tərpən. Hələ həlbət ona üstəlik bir qonaqlıq da ver ki, gedib orada-burada ağzını açıb hətərən-pətərən danışmasın. Qərəz oğlum, məndən deməkdir, səndən eşitmək, ancaq bir sözü möhkəm yadda saxla. Arif tərpən, yaz oğlum, hərif olma.